Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının məclisə təhkim olunmuş əməkdaşları, eləcə də Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak ediblər. Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Uşaq Səfirlər Məclisinin uşaqların hüquq və maraqlarının müdafiəsi, ictimai fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi və qərar qəbul etmə prosesində iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Ramilə Seyidova məclis üzvlərinin fəaliyyətinin iş planına uyğun olaraq sistemli və məqsədyönlü şəkildə qurulmasının vacibliyini vurğulayıb, seçilən uşaqları təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası üzrə Uşaq Səfirlər Məclisinin kuratoru Tanir Əskərzadə bildirib ki, təşkilat Azərbaycanın ilk könüllü uşaq platformasıdır. Məclis eyni zamanda uşaqların liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə, onların gələcəyin fəal və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına xidmət edir. Görüşdə şəhər və rayonları təmsil edən nümayəndələrin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və tədbirlər planı müzakirə edilib. Layihə və təşəbbüslərlə bağlı fikirlər səsləndirilib. Sonda nümayəndələrə Uşaq Səfirlər Məclisinin nişanları və bayraqları təqdim olunub. Pərvin Səfərzadə, Rəşad Hüseynov, İlkin Eylazov, NTV Xəbər.